Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, millət vəkili Tahir Mir kişinin təşəbbüsü firmasının təşkilatçılığı və maliyyəsi ilə 9-cu mikrorayon bina 20/21-in qarşısında sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün yeni söhbətgah yaradılıb. Layihə çərçivəsində əraziyə baxış keçirilib. Baxışda Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Tahir Mir kişili, direktoru Şahin Məmmədov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və sakinlər iştirak edib. Sakinlər yaradılan şəraitə və göstərilən diqqətə görə razılıqlarını bildiriblər. Bugünkü gündə biz bax bu tikintinin, bu gözəlliyin açılışına gəlmişik. Bunun üçün burada bax bu işi görən, təşəbbüs eləyən hörmətli deputatımız Tahir Mir kişiliyə və bu tikintini yerinə yetirən firmasının direktoru Şahin müəllim başda olmaqla bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Çox sevindirici haldır.